Qərbi Azərbaycana qayıdışla bağlı bugün keçirilən konfrans beynəlxalq müstəvidə ictimaiyyətə çatdırılması baxımından olduqca önəmlidir. Hər birimizə məlum olduğu kimi 2022-ci ilin dekabr ayının 24-də möhtərəm cənab prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü zamanı Qərbi Azərbaycana qayıdış konsepsiyasının yol xəritəsini önə çəkdi və bu hər bir Azərbaycanlının ruhunun səsi idi. Qərbi Azərbaycan tarixi etnik Azərbaycan torpaqlarıdır. Orada bizim mədəni irsimiz, torpağında, daşında, qayasında, hər yerində Azərbaycan nəfəsi duyulan torpaqdır. Təbii ki, Qərbi Azərbaycana qayıdış da hər bir Qərbi Azərbaycandan olan insanların hüququdur və biz Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüquq müstəvisində, beynəlxalq hüquq əsaslanaraq ora qayıdış hüquqlarımızı bərpa etmək yönündə işlərimizi görürük. Hesab edirəm ki, biz Qərbi Azərbaycana çox yaxın zamanlarda qayıdacağıq və möhtərəm cənab prezidentin dediyi kimi tanklarla yox, avtomobillərlə biz o torpaqlarımıza qayıdacağıq. Ən önəmlisi isə budur ki, bugün zamanında hər bir Azərbaycanlı özünü Qarabağlı zənn edirdi, Qarabağlı hiss edirdi. Bugün isə hər kəs artıq Qərbi Azərbaycanlıdır. Hər kəsin dilində, necə deyərlər, nəfəsində Qərbi Azərbaycan sədası duyulur. Bu olduqca önəmlidir. Mən hesab edirəm ki, bütün məsələlərdə olduğu kimi bugün bu məsələdə də Qərbi Azərbaycana qayıdış məsələsində də Azərbaycan xalqı möhtərəm cənab prezident İlham Əliyevin ətrafında sıx birləşib və Qərbi Azərbaycana gedən yolda irəliləyir.